Birinci biz nə etməliyik? Əgər qıcolma baş verirsə, uşaq sakit bir səthdə uzandırılmalı, yatırılmalı. Yuxarı tənəffüs yolları diqqət eləyirik. Tənəffüs yolu açıq olsun deyə başını ehmalca yana çeviririk. Ətrafa diqqət yetiririk. Hansısa bir iti əşyalar, uşağa hərəkət zamanı, qıcolma zamanı ziyan verə biləcəyi əşyalar varmı, yoxmu? Ona diqqət eləyirik və heç bir küt alətlə ağız açmaq, qaşıqla, yəni biz eşitmişik, şpatellə, barmaqla ağız açmağı çalışır valideynlər, dili tutmağa çalışır. Qəti qadağan olan bir şeylərdir. Dil qatlanmayacaq, qıcolma zamanı tənəffüs dayanmayacaq. Bu dili tutmaqla siz sadəcə uşağa ziyan yetirirsiniz. Uşağı qıcolma zamanı silkələmək, əl-ayağını tutub saxlamaq ki, qıcolmanı kəsməyi düşünür yəqin valideynlər bu anda. Bu heç bir kömək gətirməyəcək.